düz yol gösteren, gözünün nurunu gözlere veren, hayatta eğrini, doğrunu gören, dünyanın möhteşem düzüdür müəllim. İndi də gəlin müəllimlərimizi sizə təqdim edelim. Bilik yolunun qapısını açan ilk müəlliməmiz. Cemalalıdır müəllim ömrü, könüller okşayan kuş temelleri. Benim için her şagird bir alemdir. Ben fəxr edirəm ki, sizlere qələm tutmağı öyrədirəm. O qələm ki, həm müəllimlərə, həm həkimlərə, polislərə, hüquqşünaslara, ölkə başçılarına yol göstərir. Gençlerin olur hemdemi, hayat yollarını ışıklandırır. Bu müəllim həm dil öyrədir, həm də bizə sözlərin sirlərini açır. Erir şam kimi sönür şam kimi, şagirin Benim için değil, ana nefesi. Edebiyat ise kalbin musikisidir. Cümle sonuna koyduğumuz her bir nokta aslında bir hikayenin tamamlanması ama yeni bir romanın başlangıcıdır. Edebiyat da elə bu nöqtələrdən yaranır. Edebiyat könlün dilidir. Sirri insanlıq yolunun böyük təqvimi. Okuyan herkes tapar nur, hayat. Bizi biz eden budur edebiyat. Bütün yolları bir ortak məxrəcə gətirən, məchulları tapan riyaziyyat müəllimimiz. Mən riyaziyyat müəllimiyəm. Səhvləri çıxıram, bilikləri vururam, dərdi bölürəm, gülüşü isə toplayıram. erir şam kimi sönür şam kimi, şagir direğinde meşal yandırır. Keçmişimizi bizə öyrədir ki, gələcəyimizi daha yaxşı planlaya bilək. Kimdir bu müəllim? Tarixi öyrənək ki, kim yatmış, kim oyaq sualını veriləndə hər kəs dillənsin. Azərbaycan xalqının birliyini unudanlar yatmış, dəmir yumruğu yaradanlar isə oyaqdır. Sevimli gençlerin olur hemdemi, hayat yollarını ışıklandırır. Dünyanı səyahət etmək istəyirsiniz? Elə isə coğrafiya müəlliməmizdən möhkəm yapışaq. Ümid edirəm, aranızda macera sevənlər çoxdur. Elə isə kəşf etməyə başlayaq. Suallarınızı hazırlayın. Dağlar, çaylar, okeanlar, səhralar, yeraltı və yerüstü sərvətlər necə yaranır? Niyə yaranır? Partlayış deyəndə ağlar ilk o müəllim gəlir. Axı necə ola bilər? Gəlin, özünüzdən öyrənək. Ben kimya mühendisiyim. İçtiğimiz sudan önümüze kattığımız buza kadar olan her şeyi benimle öğreneceksiniz. Maddeler arasındaki reaksiyaları öğrenerek özümüzü daha yaxşı tanıyacağız. Kainatda hər şey cəzbə bağlıdır. Sinifdə kainat və şagirdlər arasında cazibəni yaradan fizika müəllimi ilə tanış olaq. Biri var imiş, biri yokmuş. Enerjinin özü olan bir insan var imiş. O təbiətin qanunlarını öyrənmək üçün yola çıxdı. Yolda təcil, sürət, qüvvə ilə qarşılaşdı. Bir alma ilə yeni kəşfə imza attı.
Əgər təbiət qanunlarını öyrənmək istəyirsinizsə, mənimlə gedək. Qarşınızda hər dərsi canlı laboratoriyaya çevirən, insanı insana tanıdan sevimli biyologiya müəllimimiz var. İnsan bir möcüzədir. Özünü tanımayan möcüzə. Gözə görünməz hüceyrələrin bölünməsindən yaranmış insan mikrokainatdır. Hər kəs öz geninin damcısı olduğu kimi, hər şagirddə məktəbinin genetikasını daşıyır. O genetika ki, müəllim sevgisi, müəllim şəfqəti və müəllim diqqəti ilə yoğrulur. Dil öyrənmək bir mədəniyyətdir. Hər xarici dil isə bir yeni qapıdır. O qapının açarları İngilis dili və Rus dili müəllimlərimizin əlindədir. Hello everyone, I'm your English teacher. In my lesson, grammar is not scary, but rather it turns into a fun adventure. Don't worry if you make mistakes. Every mistake is a step forward. Здравствуйте. Mənimlə Rus dilini öyrənəcəksiniz. O, Rus dili ki, Pushkinin, Lermontovun ana dilidir. Bu dildə cinayət və cəza yazıldı. Tolstoy hər vəsül əsərini qələmə aldı. Zəngin Rus ədəbiyyatını bilmək üçün bu dil sizə yol yoldaş olacaq. Hər zaman Kompüter özü bir aləmdir. Bu aləmə bələd olmaq üçün düzgün seçimlər etmək lazımdır. Gördüyünüz sosial şəbəkə həyatınızda virus rolunu oynasa, siz ona antivirus olmaq bacarmalısınız. Bunun üçün məqsədiniz olmalıdır. sinifimizin ritmini tutan, səsimizi notlarla birləşdirən, qəlbimizə musiqi sevinci bəxş edən hörmətli musiqi müəllimimiz. Musiqi can verir ruha əzəldən. Musiqi qəlb alır min bir gözəldən. Xəyalı oxşayan hər təranəsi bir şair qəlbidir, bir canan səsi. Hər incə pərdənin öz aləmi var. Bəzən nəşəsi, bəzən qəmi var. Musiqi daşları gətirir dilə, ram olur səsinə vəhşilər belə. Mən təsviri incəsənət müəllimiyəm. Çəkdiyimiz rəsmlərdə duyğularımızı əks edirik. Mən sizə boyaları öyrədərək təbiətə, özünüzə, güzgü olağın sirlərini açacağam. Rəsm, oyun, rəng, sevinç, azadlıq. Uşağın əlində böyüyür bacarır. Kağızda doğulur yeni dünya. Rəsm ilə danışır ürək, can, insanla. Şagirdlərə yaradıcı düşünməyi öyrədən texnologiya müəllimi ilə tanış olan. Mən texnologiya müəllimiyəm. Kağız, qayçı, ağac və dəmir. Hamısını dost edib sizə həyat qurmağı öyrədirəm. Bəzən tullantı hesab etdiyiniz bir əşyadan gözəllik yarada bilərsiniz. Məhz bunun sirrini texnologiya fənni öyrədir. Sağlamlıq və güc mənbəyi bizə həm bədəni, həm də ruhu möhkəm saxlamağı öyrədən bədən tərbiyəsi müəllimimiz. Mən idman müəllimiyəm. Şagirdlərə yalnız qaçmağı yox, həm də həyatdan yıxılanda tez qalxmağı öyrədirəm. Kim sevirsə idmanı, Poladdan olsun canım. Nizam-intizam rəmzi bizə vətəni sevməyi, qaydanı qanunu öyrədən
hörmətli hərbi hazırlıq müəllimimiz. Mən gənclərin çalışa qədərki hazırlıq müəllimiyəm. Mənim ən böyük dərsim vətəni sevməkdir. Mən gənclərin dərsində sağa, sola dönmək olar, amma vətən sevgisindən əsla dönmək olmaz. Necə deyərlər, vətəni sevməyən insan olmaz. Olsa da o şəxslər vicdan olmaz. Əziz müəllimlərimiz, bugün sizin gününüzdür. Biz istəyirik ki, bu bayramda həqiqi dəyəriniz duyulsun. Ey hörmətli müəllim, hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların, gülü, çiçəyi solmaz. Dünyada sənin kimi bağlı bağban tapılmaz. Çox təəssüf ki, bəzən bu günü şişirdilmiş, süni görüntülərlə təqdim edirlər. Amma bilin ki, belə şeylər müəllimlik peşəsinə kölgə sala bilməz. Gəlin, müəllimlik peşəsinə zərər gətirməyək. Kölgə salanlara isə birlikdə üz tutaraq hamılıqla deyək. Təhsil də, məktəb də, onu idarə edən müəllimlər də müqəddəsdir, toxunulmazdır. Müəllim həmişə hörmətli tutulmalıdır. Başka dünyada varlığı güçlere kollarımıza. Unutmayın, əgər bir cəmiyyətdə müəllimin nüfuzu olmazsa, o cəmiyyətin də nüfuzu olmaz. Sizi çox sevirik əziz müəllimlərimiz. Unutmayaq ki, bugün siz ölkəmizin ən aparıcı sütunlarsınız. Kimi sönür şan kimi şagird yüreğimde mahşer yandı. Sevimli gençlerin olur hem de mi hayat yolları ışıklandı. Sevimli gençlerin olur